Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə həqiqət mövzusundan 9-cu imtahanına düşən suallara baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda deyir ki, 2,7 ədədi hansı iki hardicə natural ədəd arasında yerləşir? Çox bəsit sualdır. 2 və 3-ün. 2-dən 3-dən sonra yerləşir ədəd oxunda. Köşdə 43 ədədi hansı iki tam ədəd arasında yerləşir? Deməli, köşdə 43-ün sağı köşdə 49-dur, solu isə hansı ədəddən kök çıxır? 36. Yəni, köşdə 43 yerləşəcək 6 ilə 7-nin arasında. Ədədi koordinat oxu üzərində hansı qonşu tam ədədlər arasında yerləşir? Deməli, -5 və -4. Burada variantda kiçik bir xəta var, düzəldim. -5 və -4. C variantı. Baxaq 4-cü suala. 4-cü sualda deyir, -4 nöqtəsindən 13 vahid məsafədə yerləşən nöqtə aşağıdakılardan hansıdır? Deməli, ədəd oxumu çəkərəm, -4-ü qoyaram bura. -4-dən 13 vahid solda, yəni -4-dən 13 vahid sol nə deməkdir? Çıx 13. -4-dən 13 çıxsam, eləyər -17, variantda yoxdur. 13 vahid məsafə deyir axı. Sağa da gedərəm. Sağda isə 13 vahid sağda. -4-ün üzərinə 13 gəlirəm. Üzərinə 13 gəlirəm. Plus 13 gəlirəm, eləyər müsbət 9. Demək, 13 vahid sağda isə müsbət 9 yerləşir. Bəzi suallar var ki, məsələn, bu 13 vahid məsafədə yerləşən ədədlərin hasilini tapın. Bu formada sual qabağınıza çıxa bilər. Amma 4-dən oldu cavab 9. Çünki -4-dən 13 vahid sağda 9 yerləşir və cavabda da ancaq o var. Ədədləri arasında isə tam ədəd var. Bunu bir-bir sayıram. -3 onda 8-dən sonra -3, -2, -1, 0. 0-ı mütləq sayırsınız. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 dənə ədəd olacaq. Bu 5-i düzəldək, eləyək 8, Y variantı. 8 dənə ədəd oldu. Baxırıq sonra 6-cı suala, ifadənin qiymətini hesablayın. Modulda -5-dən müsbət 5 çıxır, modulda -7-dən müsbət 7 çıxır. Çıx 9, 5 üstəlik 7. Elədi 12, çıx 9, cavab 3. D variantı. İfadənin qiymətini tapın. Modulda -2 vur modulda -3. Deməli, 2-ni 3-ə vursam, bu isə mənə 6 verəcək. Çıxılsın. -1 üstü 7 bizə elə -1 verəcək. Vurulsun. Modulda -2. Modulda -2-dən nə çıxır? Müsbət 2. 2 çıx 2. Bu da bərabərdir 6 plus. Mənfi müsbət oldu axı. 2 çıx 2-də nə verəcək? 0. Yəni, cavab 6-nın özü. Y variantı. 8-ci sual. 7-ci sualla demək olar ki, eynidir. Bir dənə fərq. Bunda minus, bunda plus olmaqdır. Yenə -2, modulda -2 vur modulda -3 bizə verəcək 6. Plus, -1 üstü 7 olacaq 1 üstü 7. Yəni, çıx 1. Vurulsun. Bu hissədə bizə verəcək. Bu hissədə bizə verəcək nə? 2 çıx 2. Yəni, 6 çıx 0. Elə cavab olacaq burada da 6. 9-cu sualda kök altında 55 çıx köşdə 36. Köşdə 36-dan nə çıxır? 6. Yəni, köşdə 55 çıx 6 böl 3. Bu da eləyəcək. 55-dən 6 çıxanda köşdə 49 bölünsün 3. 49-u da köşdən çıxaranda 7 eləyir. 7-nin içində 3 olacaq 2,3 dəfə. Y variantı. Baxaq 10-cu suala. 10-cu sualda modulda -8 verir 8. Modulda 9 elə 9-dur. Çıx 10. 8 ilə 9-u toplayanda 17. Onu da çıxsaq eləyər 7. D variantı. 11-ci sualda 8 vur -4 eləyəcək -32 plus -5-i -3-ə vursaq eləyər 15 üstəgəl 20. Bu da -32 üstəgəl 35 cavab. 1-i -1-i müsbətdir deyə böyükdən kiçik çıxıb böyüyün işarəsini qoyacağam. A variantı. 12-ci sualda AC böl B. Deməli, A nədir? Köşdə 26. Köşdə 26 vur. C-miz köşdə 2 böl köşdə 13. Köşdə də eynidir deyə hamısını bir köşün altında yazacağım. 26 vur 2 böl 13. 26-nı 13-ə bölsəm 2. 2 vur 2 eləyər. Köşdə 4. Buradan da 2 çıxar. Cavab 2. Sonra deməli, burada kök altında 64-dən çıxacaq 8. 2 vur 64-dən çıxdı 8. 2 vur 8 16. 16-dan da çıxar 4. B variantı.
14-cü sualda 36-dan 6 çıxır. 3 vur 6 çıx. 25-dən 5 çıxır. Üstəcə 2 vur. Köşdə 9-dan da 3 çıxdı. 3 vur 6 18 çıx 5. Üstəcə 6. Deməli, bu da bizə verəcək 18 çıx 5 üstəlik 6 eləyəcək 19. Belə bir variant da yoxdur. Gəlin buradan bir variantı düzəldək. A variantını eləyək 19. Keçək 15-ci sual. 2 vur köşdə 49-dan 7, 36-dan 6, 25-dən də nə çıxar? 5. 2 vur 7 çıx 6 üstəyə 2 vur 5. 2 vur 7 14 çıx 6 üstə gəl 10. Bu da bizə nə verir? 24 çıx 6 cavab 18. Y variantı. Baxaq 16-cı suala. 0,2 vurulsun. Kök altında 50-nin kvadratı üstəlik 1,5 vur. Kök altında 36 ifadəsinin qiymətin hesablayın. Deməli 0,2. Bunu necə yazaq? Deməli 0,2-nin kvadratı eləyər. Bunu elə belə yazaq ən rahatı. 0,2-nin kvadratı 0,4 vurulsun. Kökdə 50-nin kvadratı nədir? 50. Üstə gəl 1,5 vur. Kök altında 36 da bizə nə verəcək? 6. Buradan da %4 vur. Yəni bu 10-2-dir də, düzdürmü? 10-2-nin kvadratı %4. %4'ü də bu formada yazıram. Plus 1,5'i 6'ya vuranda da 1,5 nədir? 3/2. Vur 6. Buradan 50 ilə 100 ixtisar gedər. 2 qalar. 4'ü də 2'yə bölsəm 2. Üstə gəl. Bununla bu ixtisar gedər. 3 qalar. 3'ü də 3'ə vursam 9. 2 üstə 9, 11. D variantı. 17-ci sualda ifadənin qiymətini tapın. Deməli, -2 vurulsun kök altında. 1,21-dən nə çıxır? 1,1. Necə hesablayırıq bunu? 121 böl 100 plus 3,6. -2 vurulsun 121-dən 11 çıxır. 100-dən də 10 çıxır. Üstə gəl 3,6. -2-ni 11-ə vuranda -22 böl 10. Yəni, -2,2 plus 3,6. Burada da böyükdən kiçiyi çıxaram. Bölgün işarəsini qoyaram. 3,6-dan 2,2-ni çıxsaq, eləyər 1,4. Bölgün işarəsi də müsbətdir. Cavab C variantı. Baxaq 18-ci suala. 18-ci sualda bununla bu gedər. Demək, 3-cü dərəcə ilə kub gedər. Qalar 36 plus. Buradan da deməli, burada görmədiyimiz bir ikinci dərəcə var axı. Ona görə bu ikinci dərəcə ilə 6-cı dərəcə gedər. Qalar nə? 2 vurulsun. Demişdik, cüt dərəcədən ifadə modulla çıxır. Modulda çıxır. -4 üstə 6 ilə 2 getdi, qaldı kubu. Kubu. Bu da eləyəcək 36 üstəcə 2 vurulsun. -4-ün kubu 64. 36 üstəcə 128 bərabərdir. 36 ilə 128-də toplasaq eləyər 164. D variantı. Baxaq 19-cu suala. Hesablayın. Qüvvətin qüvvəti formasında olanda vururduq. Köşdə 8-i köşdə 2-yə vursaq eləyər 3 üstü köşdə 16. Bu da bizə verəcək 3 üstü 4. 3 üstü 4 neçə eləyir? 81. D variantı. Baxaq 20-ci suala. 20-ci sualda ifadəni müxtəsər vurma düsturu ilə hesablayarıq. Müxtəsər vurma düsturu ilə A çıx B-nin kvadratını geçsək. Olacaq nə? A-nın kvadratı 5 kökdə 2-nin kvadratı çıxılsın. 2 vur, bunların hasilinin kimisidir. 5 kökdə 2 vur, 2 kökdə 3 plus ikincinin kvadratı. Plus bir də qıraqda o 20 kökdə 6'mız var. 5 kökdə 2-nin kvadratı, 5'in kvadratı 25, kökdə 2-nin kvadratı isə 2. 25 vur 2 çıx. 2 vur 5 vur 2, 20. Kökdə 2-ni kökdə 3'ə vursaq, kökdə 6. Üstə gəl. 2'nin kvadratı 4, kökdə 3'ün kvadratı 3, üstə gəl 20 kökdə 6. 20 kökdə 6'lar islah olar. 25 2'yə 50, üstə gəl 12. Bizə verəcək 62-ni. Cavab B variantı. Baxaq 21-ci suala. Qiymətini hesablayın. Deməli, kökdə 18-i kökdə 2'yə böləndə dərəcələri eyni deyə bir kökün altında yazdım. Buradan da kökdə 9, buradan da 3 çıxar. Burada
Kvadratla kök gedər 14 qalar. Üstə gəl. Cüt dərəcədə demişdik ki, ifadə əgər bu formadadırsa, baxın yoldaşlar, laps üstün çaşmayasınız deyə bir yazaq. Kökdə 196 üstə gəl. -11-in kvadratı eləyəcək. -11-in kvadratı nə eləyəcək bizdə? 121. Çıxılsın. Kökdə 11-in kvadratı bununla bu gedir deyə 11 qalır. Çıx. -8-in kvadratı nə verəcək? Bu da bizə 64 verəcək. 196-dan 14, 121-dən 11, çıx 11. Kökdə 64-dən də 8 çıxar. 11-lər silah olar, 14 çıx 8, 6 eləyər. Ya da bunun əvəzinə nə edərəm? Kvadratla kök gedər, cüt dərəcədən çıxdığına görə modula düşər. Kvadratla kök gedər, cüt dərəcədən çıxdığına görə modula düşər. Kvadratla kök getdi. Bu kvadrat çöldədir deyə kvadrat içəridə olanda modula düşür, çöldə olanda modula düşmür. Kvadratla kök getdi, çıx 11. Kvadratla kök getdi, hara düşdü? Modula. Bərabərdir 14, üstə gəl 11, çıx 11, çıx, modulda -8-dən də 8 çıxır. 11-lər silah oldu, qaldı 6. 23-cü sualda. Demək, 23-cü sualda da şərt nə formadadır? 2 üstü kökdə 2, üstü kökdə 8 formasındadır. Bərabərdir 2 üstü kökdə 2 üstü kökdə 8. Qüvvətin qüvvəti olanda vururduq. Kökdə 2-ni vuraq kökdə 8-ə. Bu da eləyər 2 üstü kökdə 16. Bu da eləyər 2 üstü 4. Bu da eləyər 16. Cavab D variantı. 24-də qarşılıqlı tərs ədədləri üstün göstərin. A variantının tərsi aidiyyatı yoxdur. 4-də 3-ün tərsi üstə 8 olanmaz. Elə D variantı görürük ki, biri digərinin tərsidir. Tərsinə çevrilmiş formasıdır. B variantı 1/5-də 2 nədir? 5-də 7. 5-də 7 ilə 5-də 9 tərs deyil. C variantının da tərsi aidiyyatı yoxdur. Y-də 2-də 5, 2-də 9 tərs deyil. Tərs ədədləri nə idi? Hasili 1 olsun. Buranı da bizə 1 versin. 25-də qarşılıqlı tərs ədədləri üstün seçin. A variantı. 5-də 2 ilə 2-də 5. Çox rahat görə bilirik. O birisi variantlara heç baxmağımıza ehtiyac bir dəqiqə bağışlayın. Burada 5-də 2 ilə 2-də 5 də var. 4-də 5 ilə 5-də 4 də var. 2 variantdır. Mən bir variantı düzəldərəm. Bir variantda dəyişiklik eləyərəm. Burada deməli 2 tam B variantına da baxım hər ehtimalla. 2-də 5 yox, bu deyil. Y variantında da 7-də 5 yox, bu da deyil. Bir dənə C variantı da düzgündür. O C variantı oradan silərəm. Baxaq 26-cı suala. 26-cı sualda ifadəsinin vurğun kök işarəsi altından çıxarın deyir. Demək, qüvvəti cütdür. Cüt dərəcədən demişdik ki, ifadə hara düşür? Modula. 16-dan nə çıxacaq? 4. A üstü 8-dən nə çıxar? A üstü 4. B üstü 6-dan nə çıxar? B kubu. Yəni, burada ixtisar aparıq da. 16 4-ün kvadratıdır. A üstü 8, A üstü 4-ün. B üstü 6 isə B kubunun. Bu da bərabərdir. A üstü 4 qüvvəti cütdür deyə müsbətdir. 4 ilə işim yoxdur, onsuz müsbətdir. Amma B mənfidir. Modulun içərisi mənfi idisə nə inirdik? Qarşısına mənfi atırdıq. -4 A üstü 4 B kubu. Cavab B variantı. Baxaq 27-ci suala. Deyir ki, ədədləri artan sıra ilə düzün. Gəlin düzək. 27-ci sualda birinci ədədim A bərabərdir 4/3-də 1 üstü -2. Bunu sərgiyə salsam 4/3-də 1 nədir? 4-ü 3-ə vursam eləyər 12. Üstünə də 1 gəlsəm eləyər 3-də 13. Üstü -2. Üstü mənfidirsə bunu tərsinə çevirib qüvvətə yüksəldirdik. Kvadratı. Bunu da kvadrat eləyər 169-da 9. Tərsinin kvadrat formasında yazdığımda üstü mənfidirsə. B variantı, yəni B hərfini tapaq, B dəyişənini tapaq. 4/3-də 1, 4-ü 3-ə vursam eləyər, deməlidir, 12, 3-də 13. C-yə baxsaq, 4/3-də 1-in kvadratı. Bunun da kvadratı eləyər 3-də 13-ün kvadratı. Bu da eləyər, deməli, 3-də 13-ün kvadratı nə verər bizə? 9-da 169. 9-da 169. Bu da bərabərdir. 169-un içində 9. Düşəcək. Demək, 1 dəfə 9, 79. Bu da eləyər 8 dəfə, qalıq 7. Deməli, neçə elədi? 18 tam 9-da 7 dəfə.
Demək C 18,9-da 7, B 4,3-də 1, A isə 169-da 9. Artan sıra ilə düzsək, ən kiçik A-dır, sonra B-dir, sonra isə ən böyük əlbəttə tam hissələrindən baxanda onsuz görürük ki, C-dir. Cavab A, B, C. D variantı. 28-ci sual. İndicə bu sualdan yazdıq. Deməli, vurğu kök işarəsi altından çıxarın. Cüt dərəcədir. Dərəcə cütdür deyə modula düşəcək. Modulda 9-dan 3 çıxar. X üstü 4-dən x-in kvadratı çıxar. Y üstü 6-dan y-in kubu çıxar. X-in kvadratı, hər şeyin kvadratı müsbətdir. 3 müsbətdir onsuz. Amma y nədir? Mənfi. Kubu da nə olacaq? Mənfi. Deməli, modul bütöv mənfidir. Modul mənfidirsə demişdik ki, qarşısına mənfi atırıq. 3 vurulsun x-in kvadratı, y-in kubu. Mənfisi ilə. Cavab B variantı. Baxaq 29-cu suala. 29-u həll eləyək. Deməli, A mənfi 3. Aparıb yerinə qoyaq da bunları. 2,2 vurulsun C-miz 7. Vur 5. Vur modulda A. Mənfi 3. Böl. Modulda B. Yəni %77. Bərabərdir. Buradan birinci moduldan çıxarıram. 2,2 vur 7 vur 5 vur 3 bölünsün 0,77 bərabərdir. Gəlin belə eləyək. Burada baxıram ki, aşağıda vergüldən sonra 2 rəqəm, yuxarıda vergüldən sonra 1 rəqəm var. Özümdən yuxarıya bir dənə də 0 əlavə eləyib bu vergülləri silərəm. Nə qalacaq? 220 vur 7 vur 5 vur 3 böl 77. 7 ilə 77-ni ixtisar aparıram. Qalacaq 11. 220-ni də 11-ə bölsək, bizə verəcək 20. 20-ni vuraq 5-ə, vuraq 3-ə. Eləyər cavab 300. 29-da cavab 300. Baxaq 30-cu suala. Aşağıdakılardan hansı doğrudur? Deməli, buradan 30-da A çıx modulda A bərabər 0. A vur B-nin kubu kiçikdir 0-dan. Nə görürəm? Bunu ataram sağ tərəfə. A bərabərdir modulda A-ya. Baxın, modulda A nəyə bərabərdir? A-nın özünə. Deməli, A müsbətə də demiş ki, 0-dan böyük bərabər də deyə bilərik. Müsbətə də demiş ki, moduldan necə çıxıb olduğu kimi. Deməli, A nə oldu? Müsbət. A variantı çıxdı. A 0-dan kiçik deyil. A 0-dan nədir? Böyükdür. Getdik. AB kubu 0-dan kiçikdir. A-nı tapdıq müsbət. A müsbətdirsə, avtomatik B də mənfi olmalıdır ki, ifadənin cavabı nə olsun? 0-dan kiçik. İfadənin cavabı 0-dan kiçik olsun. B-ni də tapdım 0-dan kiçik. Baxın, A müsbət, B mənfi. Deməli, A müsbət, B mənfidirsə, A B-dən böyükdür. 30-da cavab oldu. B variantı. C variantı deyil, B mənfidir. D variantı deyil, bunların hasili də mənfidir. Y variantı da deyil, bunlar bərabər deyil. 31-ci sualda 1 böl 625 üstəgəl 1 bölünsün kök altında 100. Buradan 1 bölünsün kök altında 625-dən nə çıxacaq? 1 bölünsün 25 plus 1 böl kökdə 100-dənsə 1 böl 10. Bunları da ortaq məxrəcə gətirsək, gəlin elə rahat olsun deyə birbaşa 100-ə gətirək. Düzdür, 50-yə də gətirə bilərik, sonra 2-yə vura bilərik, amma onluq kəsir formasındadır deyə birbaşa 100-ə gətirirəm. Bunu vururam 4-ə, bunu vururam 10-a. 4 üstəgəl 10. Oldu nə? %14. 0-dan %14. Cavab D variantı. Baxaq 32-ci suala. 32-ci sualda deyir ki, 4 vurulsun. 4 vurulsun kök altında 5 böl 4 çıx 4-də 3 vuraq. Gəlin 16 böl 9-u kökdən azad edək. 16-dan nə çıxacaq? 4. 9-dan nə çıxacaq? 3. 16 bundan 3-də 4 çıxartdım. 3-lər gedər, 4-lər gedər. Nə qalar? 4 vurulsun 5 böl 4 çıx 1. Bu da bərabərdir. 4 vurulsun 5 böl 4-dən 1-in çıxaq. 5 böl 4-dən 1 çıxsaq, ortaq məxrəc 4 eləyər. 5 çıx, bunu da vururam 4-ə 4. Bu da bərabərdir. 4 vurulsun 5 çıx 4, 4-də 1. Bu da bərabərdir. 4 vur 4-də 1-dən nə çıxacaq? 2-də 1. Bunları da ixtisar edəsək, qalacaq cavab 2.
33-cü suala baxaq. 33-cü sualda nə edərik? Demək 9 üstü 2-də 1. 9 üstü 2-də 1 deyil. Mən 9-u yazaram. 3-ün kvadratı üstü 2-də 1. Üstə gəl. 0,25 nədir? 4-də 1. 4-də 1 üstü mənfi 1. Üstü mənfi nə idi? Bunu tərsinə çevirmək. Üstə gəl. 32-ni də yazaram. 2 üstü 5 üstü 0,6. Deməli 3 üstü 2 vur 2-də 1. Üstə gəl. 4-də 1-in tərsi 4. Üstə gəl. 2 üstü 5 üstü 0,6-da nə olacaq? 2 üstü 5 vur 0,6. Qüvvətin qüvvətidir deyə. 2-ni 2-də 1-ə vursam qalacaq elə 3 üstü 1, yəni 3. Üstə gəl 4. Üstə gəl 5-i də 0,6-ya vursaq eləyər 2-nin kubu. 3 üstə gəl 4 üstə gəl 2-nin kubu 8. Eləyər cavab 15. Baxaq 34-cü suala. İfadənin qiymətini hesablayın. 4-cü dərəcədən dərəcələr eynidir axı. Dərəcələr eynidir deyə mən bunu bir kökün altında yazıram. 6 çıx 2 kökdə 5 vurulsun 6 plus 2 kökdə 5. Bu da bizə kvadratlar fərqi düsturunu verir. 4-cü dərəcədən 6-nın kvadratı çıx 2 kökdə 5-in kvadratı. Bu da bərabərdir. 4-cü dərəcədən 6-nın kvadratı 36 çıx 2 kökdə 5-in kvadratı 2-in kvadratı 4 kökdə 5-in kvadratı 5. 4 vur 5 20. Bu da 4-cü dərəcədən 16. Bu da bərabərdir 2. 35-ci suala baxsaq, oxşar sualdır. Cüzi fərqli formada yazılıb. 35-də. Yenə dərəcələri eynidir deyə bir kökün altında yazacağam. Burada da elə kvadratlar fərqi düsturunu görürəm. Nə olacaq? 6-nın kvadratı çıx kök altında 20-nin kvadratı. Yəni 4-cü dərəcədən 36 çıx 20, yəni 4-cü dərəcədən 16, yəni 2. Baxaq 36-cı suala. 36-cı sual bu bölmənin ən maraqlı sualıdır mənə görə. Çünki yoldaşlar burada özümüzdən düstur yaratma üsulundan istifadə edirik. Birinci bütöv şərti köçürmürəm, onsuz şərt var əlimizdə. Birinci mən bu hissəni sizlə həll etmək istəyirəm. Baxın yoldaşlar. 7 çıx 4 kökdə 3. 7 çıx 4 kökdə 3 nəyə bərabərdir? Burada kökün altındadır. Bu tipli sualları həll etmək üçün mötərizə kvadratı yaratmaq lazımdır. Burada da həmişə buradan baxıb yaradırıq. Mən indi bu sualı birbaşa həll edirəm, amma bunun bir qısa videosunda atacağım ki, bu sırf bu suala aid bir 4-5 nümunəyə baxasınız. Deməli 7 çıx 4 kökdə 3. Bu nəyin kvadratıdır? 7 çıx 4-ü yazıram. 2 vur 2 kökdə 3. Yəni məndə 2 AB-yə baxsam, bu baxın nəyin düsturudur? Bu 2 çıx kökdə 3-ün kvadratı düsturudur. Əgər oturub özünüz də yoxlasanız, 2 çıx kökdə 3-ü kvadrata yüksəltsəz, 7 çıx 4 kökdə 3 verəcək. Getdik. Onda yazaram ki, kökün altında 2 vur, kök altında 2 çıx kökdə 3-ün kvadratı. Üstə gəl 7 çıx kökdə 3. Buradan da bu da bərabərdir. Kökün altında 2 vur, köklə kvadrat gedər, nə qalar? 2 çıx kökdə 3. Üstə gəl 7 çıx kökdə 3. Bu da bərabərdir. 2-ni 2-yə vursam 4 çıx 2 kökdə 3. Üstə gəl 7 çıx kökdə 3 bərabərdir. Bu hissəmiz də 4 çıx 2 kökdə 3-ü də belə yazıram. 4 çıx 2 vur 1 vur kökdə 3. Yəni kökdə 3 çıx 1-in kvadratıdır bu. Kökün altında. Üstə gəl 7 çıx kökdə 3. Burada köklə kvadrat gedər. Olar kökdə 3 çıx 1. Üstə gəl 7 çıx kökdə 3. Kökdə 3-lər islah gedər. Mənfi 1-lə də 7-ni toplasaq eləyər cavab 6. C variantı. Bu sual çox maraqlı sualdır. Bu tipli suallar 11-in buraxılışında da istifadə olunur. Mən bunlara aid bir 5 nümunəni video izah formasında ayrıca atacağım. Mütləq ona da baxın. Sağ olun, hamınıza uğurlar. Videonu bəyənib kanala abunə olmağı da unutmayın.